Evet, sevgili mektubumuza yöneltelim soruyu. Hocam, siz İran'da yaşayan bir Ehl-i Beyt dostu olarak Avrupa'da yaşayan Ehl-i Beyt dostlarına, Müslüman kardeşlerimize ne tavsiye edersiniz? Bismillahirrahmanirrahim. Ben de salam arz edeyim aziz tamaşaçılara, bizi görenlere. Al-an İslam dünyası çok hassas nüqtədədir. Və bugünkü konferansda burada bu əzəmətdə ki, bu cür bir əzəmətli, böyük bir konferans var. Burada münəqid oldu, əzadari olundu, söhbətlər olundu, çox gözəl idi. Amma daha tavsiyem budur ki, bu pərçəm İmam Hüseyndən müvazib olsunlar. Çünki bütün dünyanın gözü şiyələrdədir. Avropanın bu şəhərlərində günü-gündən gərək bu konferanslar daha davamlandırmaq lazımdır. İdaməsi ola ta İmam Hüseynin o həqiqi şəxsiyyətin dünya bilə ki, İmam Hüseyn vaqən nə böyüklüyə şəxsiyyətdir ki, bu məclisləri davamlandırmaq lazımdır və gələn sənələrdə də bundan da gözəltər inşallah bu konferanslar gərək bərgüzar ola. Ta o ağamızın haqqı ki, İslamın boynunda var, bəşəriyyətin boynunda var, ağamızın haqqı əda ola. Biz ağaya mədyunuq, vaqən ağa öz qanından, öz canından, öz ailəsindən keçdi. Biz bəşəriyyətə can verdi, ruh bağışladı. Bizim də vəzifəmiz budur ki, bu məktəbdə düzgün qədəm götürək, düzgün gedək qabağa şəriət İslamdan, şəriət təşəyyünə. İnşallah ki, Allah İmam Hüseyn xatirinə sizləri və hamı Əhl-i Beyt aşiqlərin İmam Zaman pənahində hifz eləsin inşallah. Allah razı olsun, sağ olun, var olun. Təşəkkür ederim, sağ olasınız. Sarılıp